Salam dostlar, biz Ağoğlandan, yəni Hadrut qəsəbəsindən meşə yolu ilə, dağ yolu ilə getmək istəyirik Laçına. İnşallah xeyirtə gəlmişik. Bu da maraqlı bir var. Bu ətəkdir, bundan zirvə çox uzaqdadır. Bu dağın adına Ziyarət dağı deyirlər, Ziyarət dağı. O 44 günlük müharibə zamanı, yalan deyərəm də, o gördüyümüz, o elə biləm ağıdır. Bak, böyle bir burada demir parçası var. Düz yolun ortasında. Burada şey bulak var, yiyip içmek yeri, istirahat yeri var. Böyle yatmalıdır. Böyle. Ziyarət dağının nətər deyək, Ağdərə istiqamətində olan yerdədir. Bax bu. Biz burada indi suzad içəcəyik. Görürsünüz, qəşəng şərait var burada. Mangallar var, oturaq stullar var, döşəcələr var, qab qaşıq da asıblar göyə. Bizdə elə bir Naxçıvanda Pəzməri şəlaləsində, o Pəzməri şəlaləsindən yuxarıdakı Kaplan şəlaləsində, orada bir naves var, orada qab qaşıq da var. Bax, ona oxşuyur. Hoppala. Belə. Bura çox nadir insanlar tanıyar, gələr. Çünki buranın yolu deyil ki. Maşınımın zinciri yoxdur. Yəni, zincir olsaydı, burada bir Andrabadi yol var. Zincirlə ora cəhd eləmək olardı, amma təkərlə alınmır. Bax, buradan belə bir cızıq var, iz var da. Dağılıb gedib, amma zincirim olsaydı çıxardıq. Belə, hala fikirləşirik də, bu su içək, özümüzə gələk. Bu da mən itib eləsəm, bilin ki, həman bax buradayım. İndi paylaşacağım.